Elə bir ki o Yaxşı da yaxşı. İştahımızı qaçırtma. Yaxşı. Salam aleykum millət. Hər vaxtınız xeyir əziz izləyicilər. Ya gəlməmiş boğazımızı şişirtməyə, xəstələnməyə gəlmişik. İnternetdə hal-hazırda bu marojnalar trenddir və bildiyiniz kimi çox bahalıdır. Dedik bir yoxlayaq eləyək bizdə bir görək həqiqətən bunlar nədir, pul verməyə dəyərmi? Yəni bunlarda bu 10, 20, 30 manatlıq nə var ki bunun bir dənəsində? Belə başa düşdüm ki, oliqarx marojnalar yeri də. Oliqarx marojnaları. Bəlkə də Bahalı. bizə gəlib çatana qədər oliqarx olur. Yerində Daşınmasına görə. Daşınmasına adına görə. Yoxlayacaq bizə də maraqlıdır. Görək həqiqətən bunlara bu boyda pul verməyə dəyərmi? Heç nə. Başlayaq. Birinci başlayırıq bizə ən maraqlı olandan mango, 3D marojna. Özə yəni dədəm alı kimi yeyəcək, yəni ortada staliçni salat kimi məcbur. Həm də çoxdur, hamısı birdən basıb yesək, Staliçni saladı, keçid amma. Bu ümumiyyətlə mənə nə maraqlıdır? Bunun qabını da yeyirlər yoxsa? Bizə qalası olsa kutunzadı da yeyirdik də. Maraqlı qabı var. Mən bunu nəzərdə tuturdum ki, bunu yeyirlər yoxsa yox plasmasını. Başlayaq. Aha. Maraqlı görüntüsü var yəni. Mən qılama marojnadan çox başqa oxşuyur amma. Mən iceberg oxşuyur da. Amma belə yerik qəşəng. Hazır ol. Mən də elə bildim xarçıldayacaq. Çox rahat bölündü. Bəlkə də şey olur. Yumurtaya oxşuyur biraz. Əriməmiş gedək. Bismillah. Vallahi deyirəm, mən yeyəndə deyirəm ki, bahalıdır. Ha gəlin bunu yığıb sürüyə ki, bunu qardaş dadlıymış. Dadlıymış ha. Düşünürdü ki, dad olmayacaq, yıxıb sürəyəcəyik amma yenə də bahadır. Yəni bu qiymətə də yenə bahadır, amma dadı qardaş İçinin dadı çox fərqlidir. Çölün dadı ağızda əriyir. Mən deyirəm ki, belə bir marojna tam yeməmişəm. Superdir qardaş. Məncə yeməmişəm. Bir növ kokteyl oxşuyur. Harun sanki hazırlayırlar belə şeyklə falan belə stəkanda, sumuzi kimi falan. Biz indi bunun deyiri qiyməti bahadır. Neçə idi bu? Ya 10 manat idi, 20 manat idi, nə etsə? Bizim baha deməyimiz olur ki, biz normalda marojnanı 2-3 manat alıb yeyirik. 1 manat, 10 manat, 15 manat təxmin eləyirik ki, belə olur. Dənəsi. Hə, burası yadımızdan çıxıb indi, amma qardaş möhtəşəmdir da tam. Mən ona 10 verirəm. Mən də deyərdim ki, 10 qiymət verirəm. Yəni bunun 3-ü 4-ü olsa rahatçılıqla kimsə mango dadını sevsə yeyəcək. Çox yüngüldür. Yəni mən gözləmirdim vallah. Mükəmməldir. Yəni pulunuz varsa bir dəfə yoxlamağa dəyər. Məncə bunu bir dəfə yoxlayan bir də alıb yeyəcək də. Yəni xəstəlikdir. Qardaş onun məncə cəmaatda o boyda pul var. Şəxsən mən bir dəfə alandan sonra elə bir ki bir ayda aldığım marojna bir dəfə aldım. Sonra bir ay getdi şeydə. Həqiqətən çox keyfiyyətli hazırlayırlar. Yəni ona 10 verirəm. Şirinliyi, yağlılığı, eynən mangonun sululuğu var. Elə bir ki, marojnalığı var, elə bir ki, meyvə də əriyir. Yəni çox qəşəng eləyiblər, super. Maksimum olardı qiyməti. Oliqarx oğlansan, qorxma, yeyər. 4 manat, 3 manat. Olsun 5 manat da. Yəni biz düşünürük ki, bunun bazar dəyəri burada 10-15 manatdan daha 20 manat zat biraz düşünürəm çox bahadır. Yəni maksimum bir dəfə yoxlayarsınız. Əslində o oliqarx restoranlar gəlib oturanlar olur. Balaca bir dənə qabda belə deyir. 1000 avro. Onlar sevərlər bunu yəni. Qırağına bir dənə tüpürürlər, alacaq. İndi isə keçirik növbəti marojnamıza. Mini Mix vedrə marojna. Özümüzdən adları qoyuruq. Burada xırda-xırda meyvələr olur. Oo, baxın. Nə gözəldir bunun içi. Bu nəsə? Bu əla bir şey oxşuyur. Əslində yeyib bəyənmirsən də. İçi də maraqlıdır da, meyvələr zadı. Özdə içində fərqli meyvələr var ha. Şiyalək. Hazırsan? Mənə əlimlə. 1 2 3. Bu xartulayandır. Ağzat bir dəfə xartulla da, xartulla. Mən ləzzət ilə bunu belə eləyəməsi bax. Bir gün sonra yazacaq ki, 42 dərəcə qızdırmam var. Mənim termometr şəkli zad göndərəcək. Dişimə vurdu. Biz olmuş bir gün zəfə yesən, baxalım. Bu çiyalək idi. Yəni burada bax, şaftalı da var. Bunun yolu qabdır, yoxsa barmaqlarımız hər birimiz bir sosla onun üstünə qarışacaq hamısında. Həm də qırılır. Bu əriyir, çox tez əriyir. Hərəsindən 2 dənə qoyublar, 3 növ meyvə var içində. Bu da bunu şeydir də, nədir? Moruq. Hamısı öz tamı var, fikirləsən. Ağzı əriməyi hiss edirsən. Qardaş bizi vuracaq bu boyda şey yemək. Məncə birini yeyərdi. Bu da bal videosunun ağlına dönür də. Xəstəxanada yatmışdı sonra. Biri mango, biraz iğrənclik ola bilər, üzünü sayın. Keçib iğrənclik. Hər birinin dadı özünə məxsus və özəldir. Amma fikir bayaqçı mangoya çatmaz bunun mangosu. Bu da şaftalısı da. Tamları, meyvənin tamları çox oxşadı bunlar. Çox oxşadı. Birə-birdir də, yəni. Hətta birə-birindən dadlı eləyiblər sanki. Mən ümumiyyətlə bütün ümumi qutuya 10 üzərindən 9 verərəm də hardasa. Yəni 10 verirəm.
Yox, da mən çox gözəl. manqonu çox bəyəndim bayaqkın deyə. Yaxşı 9 düz deyirsən. Bayaqçı. Çünki müqayisə edirik də nəsə. Bayaqçı mükəmməlimiz idi, yəni reallıq. Mən şəxsən mənə deyəsə olsaz 9. Bir daha hansını götürəsən, mən yenə o birini götürərəm, bunu götürmərəm. Yəni pulum çox olsa deyərəm, hə? Keçirik növbəti marojnamıza. Prosta Harun bu marojnanı gətirəndə elə bildim sulu salfetka gətirib. Deyəcəydim ki, çox beləcəkdi. Bu qatdalana gedib yoxa çıxdı. Yolda gəlinə qədər məncə əriyib o qardaş. Ceb düşür yerə də. Ya bu İştah açıcı görsənir çox. Normalda belə jel kimi olur, sadəcə olaraq biz bilmirdik. Bunu məncə Harun təklif edirəm ki, paketin içində yeyək. Yox. Ha düşəcək indi ondan lırç olacaq. Çox iştah açıcı görsənir yəni. O bizi götürməyə çalışıram, mən də dayandı bir. Heç nə oxşur, yarımçıq yumurta qayğana pişirirsən. Nəsə uşaqlığımın dadı yadıma düşdü. Çox qəribə bir dadı yoxdur. Sevmədim. Buna ümumiyyətlə bal verəsi olsam 10 üzərindən maksimum 4 verərəm. 3. Yəni. Bu ancaq belə bax. Çox iyrənc marojnadır. Ümumiyyətlə spesifik bir dadı var. Elə ki Sprite zat kimi soku buzlatmısan, belə sən deyirəm də köhnə uşaq vaxtı biz alıb içirdik də indi. Paketi cırırdıq, İran sokları var. Ha, toşda bax, elə o sokların dondurulmuş versiyası. Yaxşı, bunu aldınız. Evdə deyilsiniz. Bunu küçədə necə çıxarıb yeyərsiniz? Özü bundan 2 dənəsi də var hələ. Yaxşı da. Bananlısı var, bir dənə. Başqa obuşların dadı gözəl olacaq. İndi bu dadı sevmədik. Buna toyuq budu marojnası deyirlər. Düzdür, toyuğa aid bir şey yoxdur, amma o budlara oxşadığı üçün, fast food budlarına oxşayır. Yəni oxşadığı üçün belə qoyublar. Mən bundan nəsə elə bir şey gözləmirəm. Mən amma gözləyirəm nəyə görə? Çünki ümumiyyətlə ac vaxtıma düşür. Onda toyuq. Sadiq ölmür, bud zat yemək üçün. Həqiqətən çox dadlı görsənmir. Hə, maraqlıdır həqiqətən. Çox ləzzətli görsənir. Görək dadı necədir. Bunu adam bölmək yox, elə belə yemək istəyir belə. Bəs elə yeyəsən bir yerindən xartıllas mən yeyim. Hə, qoy mən bıçaqla bölüm. İstəyirsən ud bunu, istəyirsən nə istəyirsən. Həqiqi toyuq kimi bölünür. Getdik. Bildiyin normal plan birdən heç bir fərqi yoxdur. Heç bir. Özəlliyi üstündədir biraz. Üstünə toyuq bunun oxşaması üçün nəsə səpiblər, şokoladlı nədir bilmirəm. Karamel kimidir. 5. 3 verərəm də almaram yəni bunu. Plan 1 də yəni. Burada ancaq görünüşdür. Burada ancaq marketinqdən istifadə edirlər. Görünüş və salam. Mən əslində döş ətinin tamını gözləyirdim. Toyuq budur istəyirəm. Elə bilirəm ki, ət yeyim zaten. Keçirik indi ilk yediyimiz 3D marojnanın şaxtalı versiyasına. Məncə bu da çox qəşəng olacaq. Bu firmaya çox güvənirəm. İnanıram ki, Harun bunun bütün marojnaları da. Məncə yaxşı olacaq. Çünki ilk manqonu çox sevdik. Çıxart da takıl. Asan deyil axı. Dağlar partlayar, səbirli olur. Görünüşü də Çinlə. İynə var. Qardaş, şaftalı da, bildiyin şaftalının qoxusu. Özə tərkibinə baxıram Harun. Yəni tam təbii ya. 471 trey qoyublar 1 milyona qədər bütün maddələr var. Tam təbii kimyəvi maddə. Tam təbii kimyəvi marojna. Ximikat sevənlər üçün. Bu dəfə özüm böldüm ki, o biraz mənə daha çox düşsün. Bunu xoşlayıram. Özümü sən hiss elədim. O İlyasın kafesində balaca oğlan var. Onun kimi oturmuşam yazıq yanında baxıram. Götür. Qəribə belə fikrim qaymaq kimidir. Fikir versiniz, bu qaymaq kıvamındadır türklər deməsin. Tamam fikir versən kıvamı necədir? Yəni bu adamlar bu işi bacarır da, yəni həqiqətən bacarır. Sonradan tərkibini oxuyursan, bəs zürafə boynunun içindəki ilik, nə bilim, aslanın quyruğundan nə bilim nə. Əqrəbin sol tüpürcəyi. Ümumiyyətlə yenə deyirəm, yəni bizim o ilk yerimiz 3 səhər. Yenə 10-dur. Ona 10-dur da, yəni mango dadını çox sevirdim, məndə ləzzətli idi. Manqonu daha çox sevdim, mən açıq deyim. Bu da superdir. Amma mən bir dahasını alsam mango alaram ki, qardaş daha ləzzətlə yeyim. Qardaş ona 10. Çox tərifləyirdilər internetdə. Mənə absurd gəlirdi. Bir qaqaş yazım, yeyib paylaşmışdı ki, qardaş, bunda nə var? Adi bildiyiniz marojnadır. Hətta bizim marojnalar bundan yaxşıdır. Mən həqiqətən vallahi Allah şahid ki, mən də o hisslərdəydim ki, həqiqətən nə ola bilər ki? Amma yəni bəlkə mən marojna az yemişəm. Düzdür, mən çox marojna yeyən deyiləm. Yox, amma qardaş normalda marojna demək olar ki, çox növün yoxlamışam. Mochi falan marojnalar var falan. Onların da spesifik özünə məxsus adı var, ölkədən gəlmədi, amma bu tamam başqa bir şeydir. 10 qardaş. Yenə 10. Eyni fikirdəyəm. Ona 11 də verərəm, yəni əladılar. Növbəti marojnamız Frambini Eltuque. Frambinidir. Özündən isə yazılıb üstünə ağ şokolad və yaşıl matcha çayında. Əslində bu dondurma gedir ki, nəsə dondurma tipində gedir yəni ki, amma hal-hazırda çox trenddədir. Bax qardaş. Boy. Zeytun deyə elə bir konseptləşdirilmişdi.
Getdik. Təbii meyvəymiş içi. İçi əsl malina imiş. Görürsünüz, içi şokolad və malinadır. Tuş məzə. Sanki malina, üstünə marojna sosu, üstünə də şokolad vurublar. İkisi bəs edir, et yeyəndə. Sən deyim. 3. Mən o qədər də sevmədim açığı. Mən artıq 5 verərəm. Növbəti o bayaq açdığımız o jel kimi şey. Bu tam o kimi deyil. Bananlıdır. Ümid edirəm əriyib qarışmayıb. İyisi vurur ha, Harun. Sadə bu açılacaq banan gözə. Aha. Hə, bu tərəfə də aç. Birin. Ay, sağ ol. Ha, gördün? Çox iştah açıcı, çox belə. O, nətər iyi gəldi. Buna verməyə verdiyi şeyə bax da. Bu nədir? Məndə də elədi. Yerə bişib yumurta yarısı yerə tökülüb. Bu ancaq belə, sadə bax. Ərişdə içir elə bir. Marojna yeyirsən. Elə bir ki, xingər yeyir. Yəni belə tema bir şeydir. Prosta elə bir ki, oyuncaq kimidir. Elə bir ki, oynayırsan. Marojna qoydun, yedin, bayaq 3D marojna kimi ləzzətini aldın. Uşaq üçün yaxşı ki, biraz belə maraqlı. Hə, biraz maraqlı gəlsin kimi. Belə amma yəni mən buna pul verib almaram da. Tamam, okeydir. 5 verirəm. 5 də hə, 5. 5 vermək olar tamam. Növbəti marojnamız Baker Street Mystery yazıblar. Mən elə gəl bu üstündə meyvə çeşidi çox ola bilər, içində çox olsun meyvə. Duzlu xiyar gördüm ha. Xiyar da gördüm orada. Həqiqi xiyar idi. Də fikir verin. Bu da bax burada. Siz heç xiyar marojnası yemisiniz? Tökürük bunun qabağa, hər meyvədən var, bölək, dədə payı kimi. Yox, bunu normal qoy da. Bir də bananı kəs. Yo, deyəm. Banan dadı yaxın. Xiyar hanı xiyar? Çox xiyar kimi dadı var. Falan Xoşuma gəlmədi açığı. Dəxilsiz bir şey. Bu nədir? Bu nə limondur. Bir nə limonu böl. Xiyar çox dəxilsizdir. Bu dadlı idi. Belə də. Bu nə bananı elə? Banan maraq. Ücə hiss edirəm ki, mənə vurur marojnalı. Bu mənə vurdu. Banan. Sadiq, mən qalanını yemək istəmirəm. İlk yediyimiz mini meyvələr var idi. Ən ilk yediyimiz 3D-dən sonra möhtəşəm idi və çox yüngül idi ondan. Bu biraz ağırdır tərkibi. Bu biraz Baker nə desəm, yağlıq tərkibi çox daşıyır. Hətta yoğurt kimidir. Yoğurt. Eynən ha. Yəni mən belə 10 üzərindən 3 verərdim da buna da. Yəni 2 verərdim hətta 2 verərdim. Yəni belə xüsusi bir spesifik dadı yoxdur. Limon bir dənə sevdim. O da bu ürəyə vurur deyə limon turşdu axı. Limon açırdı bizi biraz. Boşum, mən də 3 qardaş, 2 verərdim də. Yəni mən getmədi yəni. Yenə o ərişdə kimi dondurmadan, prosta bu dəfə almalısıdır. Bu qabaqçı o ağır şeydən sonra məncə bu yesək biraz açılacaq, biraz turş vur deyə. Hər indi digər onu. Adam turş bir şey istəyirsən ki almalısı. Eyni bitdədir, eyni dizayndadır. Yəni mən də deyirdim dağılıb, elə dağılmır, hamısı belə olur. Yox, elə bir ki o yaxşı da yaxşı, iştahımızı qaçırtma. Yaxşı. Hər şey iyrənciliyi eləyəcək. Biri yemək yeyir, baxır bu videoya, biri bəlkə bir iştahını qaçırdı aslında yemək yeyəndə. Almalı qəşəng yemək. Məncə bayaqçının üstündən bu zor gedir də, yəni inan mənə. Özdə üslubu da bu da aləm. Çöldə bayırda özünü insan kimi aparmaq istəmirsənsə, al, otur millətin üçün. Bayaqçı marojnadan sonra buna 7 verirəm də, yəni. Mən də 7 verirəm. Xilas elədi də biz o tamam. Həqiqətən adamı fikirləsən, biraz turşuluğu falan dəyişdi adamdan. Mən xoşuma gəldi. Banandan da dadlı idi. Ondan əvvəlki sok fason kimi olan o İran soku zat deyildi. Belə biraz qəribə idi, amma bu almalı ləzzətlidir. Bu meyvə dadı var idi, o buz idi, su idi bir də üstü. 7. 7. Qəşəng. Yəni yaxşıdır, gedər. Haribo'nun marojnası eşitmişdin? Birinci dəfə eşidirəm. Haribo jelibon kimi tanıyım. İçində də aşağısında jelibonlar var. Burada jelibonlar da var. Bu hissəsindədir. Bax görsənir burada. Aha. Jelibonlar var. Jelibonlu marojnadır bu. Bu nə qədər böləcəyin? Hə, da püskünə qoydun, yaxşı, yeyək qoy. Ən sona satanda da burada Haribo'lar var. Yəni onları da sorarsan. Kağız çıxır ki, bu yemək üçün deyilmiş falan da bəs. Plasmasda yemək. Zəhərlənərsiniz. Do not eat böyle hərflərlə. Maraqlıdır. Buradan yeyək. Gedək. Tuş da. Bu marojna yediğim marojnalar arasında en dəxilsiz marojnadır da. Həqiqi dəxilsiz. Ha vallahi gözləyirdim ki, dedim ya bu nə tərifləyəcəm. Bu maraqlı tərifləyəcəm də. Ağlımın tas atmışdı ki, yarın mən bu qədər zövqsüzəm qardaş.
çox dəxilsiz oldu. Buna maksimum 40 qəpik zat verərəm, bekar olanda ağzım soysun deyə yayda buz kimi. Yəni dad yoxdur, heç şey yoxdur yəni. Sevmədim. Yəni heç gözləmirdim. Yerləşmiş şey Yəni, deyil. heç belə səviyyəsizlik gözləmirdim mən. Xoşlamadım. 0,2. Mənfi. O da mənfi. O da mənfi. Ay sağ ol, mənfi. Ən sonda bax belə Marojna TV-də belə Haribolar var. Onu da belə nəsə löppillətmək olur. Neyniyəsən, sortuqlayırsan? Hələ sortlamaq mənlikdir də. Axırda gör. Onun altı bax, beyinə bax bu insanda. Aslında hava çıxan yeri yoxdur da. Normalda hava olmalıdır ki, o necə gələ bilərdi elə? Hələ birini soracaqsan. Bir aç onu, bir qaba tökməyə çal. Aşına mən deyə biləm. Fərqlidir ha. Yaxşı görək fərqlidir. Haribo'da sən fərqlidir. Almayın. Almayın. Oradan şarə verin. Ən son marojnamız yenə ən sona da 3D saxladıq. Üzümdür. Nəsə mən üzümdən o qədər də gözləmirəm. Onu aman baxaraq görək nə tər bir şeydir. Mən də bir şey gözləmirəm üzümdən. Çünki marojnada sevimli dadlar var da. Çiyələk, kivi. Ay sağ ol. Bunların qəribə iylər olur. Açan kimi qoxusu vurur. Fikir verirsən. Necə üzüm iyi vurur. Həqiqətən iylər möhtəşəmdir. Bu yol gəlib nə qədər. Üzümdən çox şey oxşadı, qozaya oxşadı. Toşlu qozaya oxşayır. Bəyəndim imkan. Dirəkmişəm ona baxıram. Hə, bir çəkil də. Yəsən, narahat olma. Getdik. 3, 2, 1. Mən bu oyundan şaftalıya çatmaz. Burada da mən belə başa düşdüm ki, hər kəsin ağız tamı söhbətdir. Üzüm sevən sevər bunu. Bir insan hər şeyin dadını bəyənə bilməz ki, yəni istər-istəməz tərkib olaraq bir üzüm sevir, bir mango sevir. Amma yenə də şaftalı ilə şeyə görə mən 8 verirəm. Çünki şaftalı, mango daha çox xoşuma gəldi. Ümumiyyətlə bu firma marojnaları hamısı mükəmməldir. Yəni üstə marojnalar qəşəng oldu hamısı. Yeri gəlmişkən Chips Shop-a da təşəkkürümüzü bildiririk. Sifarişlərimizi vaxtı-vaxtında yolladılar və bu videonu çəkməyimizə səbəb oldular. Və bura qədər yoldaşlar, bizim videomuz burada yekunlaşır. Kanalımızın da 1 milyon olmağına çox az bir şey qalıb. Nə qədər qalıb ümumiyyətlə? Desən bir 80 min zat qalıb. 18 idi mən bilən. Belə olmalıdır. Yəni çox az bir şey qalıb. Ona görə abunə olmağı unutmayın. Sadiqlə də indi bacardığımız qədər bir şeylər etməyə çalışacağıq, videolar çəkməyə çalışacağıq. İmkan olduqca, vaxt olduqca biraz hər kəs öz işinə doğru dağılır deyə çox çatdıra bilmirik. Həm də ümumiyyətlə çox soruşurlar. Buradan açıqlama verək ki, bilirsiniz necədir? Xaric vlog səfərləridir. Çəkilən ölkə daxilində hər hansısa bizim əraziyə gedib çəkəcəyimiz kontentlərdir. Bunlar hamısı istər-istəməz maliyyə tələb edir. Və yaxud da biz adicə bu yaxınlarda düşünürük ki, gedək Havalar Sinəndə Lənkəran zonasını çəkək, düzdürmü? Ora gedəndə biz gözləyirik ki, Lənkəran zonasından hansı otel bizim orada qalmamıza şərait yaratsın və yaxud da kimlərsə müəyyən bir maliyyə dəstəyi və təklifləri versinlər ki, biz ürəyimiz istəyən hər şeyi yoxlayıb çəkə bilək. Təbii ki, Azərbaycanın istənilən yerinə gedəndə bizi çox xoş qarşılayıblar. Həqiqətən də sağ olsunlar. Naxçıvanından tutmuş, Şəkisindən tutmuş, hara getmişik, Allah tərəfə əlimizi cibimizə salmağa qoymayıblar. Yəni, market olub ki, yadındadır, Harun, Naxçıvanda marketə girmişik, pul götürmürdək ki, yox, qonaq gəlsin. Naxçıvan cəmatı xüsusən çox həddindən artıq. Yaxşı da başqaydı oranı, İldırımı da başqaydı, yadıma gəlir. Çox qonaqlar var. Allah deyən olsa, üzü cənub zonasına da səfər düşünürük. İnşallah. Belə dəyərli dostlar, inşallah videomuzu like edib, yorumlarınızı bizimlə bölüşməyi unutmayın. İnşallah növbəti videolarda görüşənədək sağ olun.